Salam dostlar. Bugün size unikal bir masaüstü dizaynı göstereceğim. Siz de bu adımları izleyerek eyni nəticəni əldə edə bilərsiniz. Kanala xoş gəlmisiniz. Gəlin vaxt itirmədən başlayaq. Hazırlıq. İlk işimiz masaüstü nişanlarını gizlətmək olacaq. Bunun üçün sağ düyməni sıxırıq, görünüşə, yəni View-ya gedirik və masaüstü nişanlarını göstər. Show Desktop Icons seçimini ləğv edirik. İndi isə tapşırıqlar panelini səliqəyə salaq. Panel üzərində sağ düyməni sıxıb, tapşırıqlar paneli parametrlərinə daxil oluruq. Buradakı widgetləri söndürün. Axtarış qutusuna gəlin və onu gizlət, hide rejimini seçin. Budur, artıq səliqəli bir panelimiz var. Divar kağızı, wallpaper. Növbəti addım divar kağızını dəyişməkdir. Brauzeri açırıq. Mən bu videoda bu şəkildən istifadə edəcəyəm, amma siz istədiyinizi seçə bilərsiniz. Yükləmək üçün bu işarəyə klikləyin. Yükləmə bitdikdən sonra faylın olduğu qovluğa, yəni yükləmələrə gedirik. Şəklin üzərində sağ düyməni sıxıb, masaüstü fonu kimi təyin et seçirik. Artıq gözəl bir fonumuz var. Bu hələ başlanğıçdır. Windhoek quraşdırılması. İndi windhoek.net saytına gedib yükləmə düyməsini sıxırıq. Yüklənən faylı idarəçi kimi, yəni administrator kimi işə salın. Standart Installation seçib davam edin. Quraşdırma bitdikdən sonra proqramı açın. Explore bölməsinə keçin. Birinci olaraq Windows 11 Taskbar Styler'ı seçirik. Details'a girib quraşdırın. Risk xəbərdarlığını qəbul edib quraşdırın. Tam təhlükəsizdir. Sonra Settings'e girib mövzu, yəni theme hissəsindən Translucent Taskbar'ı seçib yadda saxlayın. Gördüyünüz kimi panel artıq şəffafdır. Geri qayıdıb Windows 11 Start Menu Styler'ı tapıb quraşdırırıq. Tənzimləmələrdən Translucent Start menunu seçib yadda saxlayırıq. Son olaraq Windows 11 Notification Center Styler'ı quraşdırırıq. Tənzimləmələrdə Translucent Shell seçib yadda saxlayırıq. İndi həm başlat menyusu, həm də bildiriş mərkəzi şəffaf və bulanıq effektli oldu. Rainmaker, widgetlər. Sıra gəldi Rainmaker'ə. Brauzerdə rainmaker.net saytına gedib proqramı yüklüyürük. Sonra Monter mövzusunu GitHub'dan yüklüyürük. Ən son versiyanı seçin. Daha sonra bu biri Rainmaker mövzusunu da yüklüyürük. Rainmaker'i quraşdırın. İlk açılışda gələn standart widgetlərin üzərinə sağ düyməni sıxıb, Unload Skin edərək hamısını bağlayın. İndi yüklədiyimiz Rubik skinini quraşdırın. Lazımsız widgetləri bağlayın. Sonra Monter'i quraşdırın. Monter tənzimləmələrindən hava, musiqi və səs widgetlərini aktivləşdirib masa üstünə düzün. Ölçüləri çox böyükdürsə, Appearance bölməsindən ölçünü 75-dən 55-ə indirin. Widget padding'i 5 edin. Havanı düzəltmək üçün sağ düyməni sıxıb, Edit Weather seçib şəhərinizi yazıb yadda saxlayın. Yaxşı, indi bu hava widgetimiz var. Burada musiqi playeri mövcuddur. Musiqinizi səsləndirə, irəli-geri keçirə bilərsiniz. Burada isə səs səviyyəsi var. Səsi asanlıqla artırıb azalda bilərsiniz. Yaxşı, düşünürəm ki, bu Monto haqqında deyiləcək hər şey budur. İndi Monto ayarlarını bağlayıram və əvvəlki hissəyə qaydırıq. İndi isə rəngləri dəyişəcəyik. Birinci rəngi seçirəm. Burada ilk kodu 37 olaraq dəyişirəm. Sonrakını 10 edirəm.
B dəyərini isə 245 olaraq dəyişirəm. OK düyməsinə klikləyirik. Gördüyünüz kimi, indi divar kağızı ilə çox yaxşı uyğunlaşan mavi rəng əldə etdik. Hələ bitməyib. İndi eyni prosesi ikinci rəng üçün edəcəyik. Color 2 bölməsinə daxil olub, bu rəngi seçirəm. Birinci dəyəri 250 edirəm. İkinci dəyəri 251, B dəyərini isə 252 olaraq dəyişirəm. Sonra OK düyməsinə klikləyirik. İndi isə daha cəlbedici və divar kağızı ilə uyğun bir görünüş əldə etdik. Bundan sonra ayarlar bağlayırıq. İndi Rainmeter'a keçirik. Buradan genişləndiririk və Rainmeter ikonunu seçirik. Rubik bölməsini açırıq. Visualizer hissəsinə qədər aşağı sürüşdürürük. Onu seçib load edirik. İndi mən danışanda ətrafda hərəkət olduğunu görə bilərsiniz. Musiqi səsləndirdiyiniz zaman da eyni effekt olacaq. İndi bunu minimallaşdırıram. Biraz böyük görünür, ona görə yuxarı çəkirəm. Mouse çarxı ilə ölçüsünü kiçildirəm. Bu ölçü artıq yaxşıdır. Biraz da kiçildirəm və buraya yerləşdirirəm. İndi çox yaxşı görünür. Əgər ölçünü azaltmaq istəsəniz, mouse çarxını aşağı fırladın. Artırmaq istəsəniz isə yuxarı fırladın. Rainmeter Skin ilə işimiz bu qədər. İndi növbəti mərhələyə keçirik. Əvvəlcə ayarları bağlayırıq və brauzerə qaydırıq. Burada Nexus'a keçirik. Aşağı sürüşdürüb Winds.nl saytındakı pulsuz versiyanı seçirik. Buna klikləyirik və növbəti linkdən də endiririk. Endirmə bitdikdən sonra Downloads qovluğuna keçirik. Əvvəlcə Nexus zip faylını çıxarırıq. Mən WinRAR istifadə edirəm. Extract Here edirik. Nexus Setup faylı görünür. Üzərinə sağ klik edib Run as Administrator seçirik. Qəbul edirik, Next, Next və Install. Sonra Finish. Quraşdırmadan sonra bu standart görünüş gələcək. Amma bu son nəticə deyil. Yenidən Downloads qovluğuna qaydırıq. Nexus üçün dock ikonlarını çıxarırıq. Bu qovluğu kəsirik və Windows C diskində yerləşdiririk. Sonra Nexus'a qaydırıq. Birinci ikon üzərinə klik edib Advanced bölməsinə daxil oluruq. Buradan Restore seçirik. C diskindən dock ikonlar qovluğunu tapırıq. Backup faylını seçib OK edirik. Gördüyünüz kimi, sol tərəfdə çox gözəl bir dock əldə etdik. Sonra General bölməsinə keçirik. Run Nexus with Windows Startup seçimini aktiv edirik. Bu çox vacibdir, çünki hər restart zamanı Nexus avtomatik açılacaq. Apply və sonra OK. Nexus ilə işimiz bitdi. İndi isə son mərhələyə keçirik. İndi kursoru dəyişəcəyik. Bu setapa uyğun fərqli bir kursor lazımdır. Brauzerə qaydıb son linkə keçirik. DeviantArt saytındayıq. Buradan Glip Cursors yükləyəcəyik. Qeyd edim ki, bu saytdan yükləmək üçün pulsuz hesab yaratmalısınız. Hesab yaratdıqdan sonra Download düyməsinə klikləyin. Sonra Downloads qovluğuna qaydırıq və faylı çıxarırıq. Qovluğu açırıq və Install faylını görürük. Üzərinə sağ klik edib Install seçirik. Sonra masa üstündə sağ klik edib Personalize seçirik. Themes bölməsinə keçirik. Mouse Cursor Settings'e daxil oluruq. Burada Scheme hissəsini açırıq. Glip kursorunu tapıb seçirik. Apply və Yes. Gördüyünüz kimi, indi çox gözəl yağış damcısı formasında kursorumuz var. Həqiqətən də çox maraqlı görünür. Sonda OK düyməsinə klikləyirik. Bu qədər dostlar. Ümid edirəm video sizin üçün faydalı oldu. Əgər bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.